Ayət şərifi oxuduq. Allah nə buyurur? Və in şəkərtum ləəzidənləkum. Əgər siz verdiyim nemətlərin şükrünü etmiş olsanız, mən nemətlərimi sizə nə edəcəm? Artıracam, çoxaldacam. Deməli, bu ayədən biz bu nəticəni, bu qənaəti əldə edirik ki, hər bir verilən nemətə şükür, o nemətin davamına bir zəmanətdir. Dördüncü nəticəmiz, ən gözəl şükür Allahın nemətini onun razılığı yolunda istifadə etməkdir. Yəni, Allah bu neməti mənə verib. Amma nə xoş olar, nə gözəl olar. O verdiyi neməti Allahın razılığını əldə etmək istiqamətində istifadə edim. Və beşinci nəticəmiz, şükr edən insan həm bu dünyada aramlıq tapar, həm də axirətdə mükafat əldə edər.